Salamlar. Bugün rəqəmsal dünyamızın, yəni kompüterimizin içindəki o təməl daşlardan danışacaq. Fayllar və qovluqlar. Gəlin, bu məsələnin sirrini birlikdə açaq və kompüterimizdə əsl nizam-intizam yaradaq. Hərdən kompüterin iş masasına, yəni desktopa baxanda başınız gicərlənir, hər yerə səpələnmiş sənədlər, şəkillər sanki bir xaosdur. Tanış gəlir, elə deyilmi? Əmin olun, demək olar ki, hamımız bu vəziyyətlə üzləşmişik. Amma heç narahat olmayın, çünki bu qarışıqlığı aradan qaldırmaq düşündüyünüzdən də asandır. Gəlin bu işi birlikdə həll edək. Yaxşı, gəlin lap əsasdan başlayaq. Fayl nədir ümumiyyətlə? Baxın, kompüterinizi bir növ rəqəmsal ofisiniz kimi düşünün. O ofisdəki hər bir sənədiniz, hər bir şəkliniz, hətta qulaq asdığınız hər bir mahnı, bax onların hamısı bir fayldır. Məsələn, Word-də bir mətn yazdınız və yadda saxla düyməsini bastınız. Və salam, o artıq bir fayldır. Ya da tutaq ki, bir şəkil çəkdiniz, sevdiyiniz bir mahnını yüklədiniz, bunların hamısı bir fayl kimi kompüterinizdə saxlanılır. Qısacası, fayllar elə sizin rəqəmsal əl işlərinizdir, sizin yaratdıqlarınızdır. Yaxşı, bəs kompüter bu qədər fərqli faylı, yəni şəkli, mətni, musiqini bir-birindən necə ayırd edir? Bütün cavab faylın adında gizlənib. Hə, o ad təkcə bir etiket deyil, o faylın sanki şəxsiyyət vəsiqəsidir, onun rəqəmsal kimliyidir. Gəlin konkret bir misala baxaq. Məsələn, metrosxemi.png adlı bir fayl. İlk baxışdan adi bir ad kimi görünür, elə deyilmi? Amma əslində bu adın içində iki çox vacib məlumat var. Gəlin, indi bu adı hissələrə bölüb içindəki sirri açaq. Bəli, düz eşidiniz. İstənilən fayl adını götürün, onun iki əsas və çox vacib hissəsi var. Deməli, baxın, məsələ necədir? Birinci hissə, yəni metrosxemi, bu sizin fayla qoyduğunuz addır. Bunu siz seçirsiniz. Amma nöqtədən sonraki o balaca hissə var ha, .png olan, ona genişlənmə deyirlər. Və ən maraqlısı odur ki, onu siz seçmirsiniz. Onu faylı yaratdığınız proqram özü avtomatik olaraq təyin edir. Yaxşı, hər şey aydındır. Bəs bu genişlənmə, yəni nöqtədən sonraki o qəribə görünən hərflər, onların konkret olaraq funksiyası nədir? Nə işə yarayır axı? Cavab əslində çox sadədir. O genişlənmə, faylın növünü göstərən bir etiket kimidir. O, həm sizə, həm də kompüterə deyir ki, bu fayl nədir? Sanki kompüterin qulağına pıçıldayır ki, hey, mən bir şəkiləm və ya mən bir mətn sənədiyəm. Və məhz bu məlumat sayəsində kompüteriniz həmin faylı açmaq üçün düzgün proqramı, məsələn, şəkli açmaq üçün şəkil göstəricini seçir. Məsələn, faylın sonunda .txt və ya .docs görürsünüzsə, deməli, bu bir mətn sənədidir. Əgər PNG və ya JPG varsa, bəli, bu bir şəkildir. Sonu MP3 ilə bitirsə, deməli bu bir musiqi faylıdır. Yox, əgər MP4 və ya AV yazılıbsa, deməli qarşınızdakı bir videodur. Gördüyünüz kimi, bu kiçik, mənasız görünən hərflər əslində rəqəmsal dünyanın nizam-intizamı üçün çox vacibdir. Yaxşı, faylların nə olduğunu artıq bilirik. Bəs problem nədir? Problem odur ki, zamanla bu faylların sayı yüzlərlə, hətta minlərlə olur. Bəs bu qədər faylı necə səliqəyə salmaq olar? Bax, burada da köməyimizə qovluqlar çatır. Bu mənzərə yəqin ki, çoxunuza tanışdır, eləmi? Faylların hamısı desktopa tökülüb. Bu, eynilə real həyatda bütün vacib sənədləri, məktubları, qəbzləri sadəcə iş masasının üstünə atıb getməyə bənzəyir. Təbii ki, 1-2 gündən sonra orada nəsə tapmaq demək olar ki, qeyri-mümkün olur. Qovluqsa, əl sadə dillə desək, sizin rəqəmsal qutunuzdur. Fayllarınızı səliqəyə salmaq üçün bir vasitədir. Məsələn, bütün tətil şəkillərinizi bir qovluğa yığırsınız, iç sənədlərinizi başqa bir qovluğa, sevdiyiniz mahnıları isə tamamilə fərqli bir qovluğa. Məntiq bu qədər bəsitdir. Yaxşı, bu qədər nəzəriyyə bəsdir. Gəlin indi keçək praktikaya. Bu rəqəmsal dağınıqlığı aradan qaldırmaq üçün nə etmək lazımdır? İndi addım-addım göstərəcəm və görəcəksiniz ki, əslində çox asandır. Deməli, yeni bir qovluq yaratmaq üçün nə edirik? Cəmi 3 sadə addım. Birinci, desktopda və ya istədiyiniz hər hansı boş bir yerdə siçanın sağ düyməsini sıxın. İkinci, açılan menyudan əvvəlcə yeni, sonra da qovluq sözünü seçin. Və üçüncü, yeni yaranan qovluma mənalı bir ad verin, məsələn, 2024 yay tətili və Enter düyməsini basın. Budur, qovluğunuz hazırdır. Yaxşı, bəs faylları bu yeni qovluğun içinə necə yığaq?
Bu daha da asandır. Sadəcə lazım olan faylın üzərinə klikləyib, düyməni basılı saxlayın, onu sürüyüb qovluğun üzərinə gətirin və düyməni buraxın. Vəssalam, fayl artıq qovluğun içindədir. Əlbəttə, başqa əməliyyatlar da var. Məsələn, istədiyiniz faylın və ya qovluğun adını dəyişə bilərsiniz, onu silə bilərsiniz. Amma burada çox vacib bir məqam var, diqqətli olun. Bir qovluğu sildiyiniz zaman təkcə o qovluğu yox, onun içindəki bütün fayllar da bir dəfəlik silinir. Ona görə də bir qovluğu silməmişdən əvvəl mütləq 2 dəfə yoxlayın. Yaxşı. Bütün bu danışdıqlarımız, fayllar, qovluqlar, səliqə səhman, bütün bunların bizə nə faydası var? Niyə bu qədər vacibdir? Bu təkcə desktopunuzun gözəl görünməsi üçün deyil, məsələ daha dərindir. Və budur bütün məsələnin qızıl qaydası. Fayllarımızı məhz bu cür səliqəyə salmaqla onları itməkdən və ya bir-birinə qarışmaqdan xilas edirik. Bu sadəcə vaxtınıza qənaət etmək deyil, bu həm də rəqəmsal həyatınıza bir rahatlıq, bir əminlik gətirmək deməkdir. Artıq bu təməl biliklər sizdədir. Unutmayın, sizin rəqəmsal məkanınız sizin şəxsi məkanınızdır. Kompüterinizin yaddaşı sizin yaradıcılığınız üçün bir katan kimidir. Bəs siz orada nə yaradacaqsınız? Vacib işlərinizi, dəyərli xatirələrinizi necə qoruyub saxlayacaqsınız? Bu artıq tamamilə sizdən asılıdır.